Salam, xəbərin olsun kanalında bu günün imtahanların və gündəmin ən vacib mövzusuna toxunuruq. Korrupsiya ilə mübarizə. Budur, hər kəsin bilməli olduğu 10 vacib məsələ. Məddələr, hədiyyə limiti. Dövlət qulluqçusu bir il ərzində bir mənbədən cəmi 55 manatdan artıq dəyəri olan hədiyyə qəbul edə bilməz. Yaxın qohumlar. Bir-biri ilə yaxın qohum olan şəxslər birbaşa tabiçilikdə çalışa bilməzlər. Maliyyə hesabatı. Dövlət vəzifəsinə seçilən və ya təyin edilən şəxslər öz əmlakları və gəlirləri barədə məlumat verməlidirlər. Xidmətdən kənar fəaliyyət. Korrupsiya hüquq pozmaları ilə əlaqədar məlumat verən şəxsin konfidensiallığı qanunla qorunur. Vəzifə səlahiyyətləri. Dövlət vəzifəli şəxs öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edə bilməz. Sahibkarlıq qadağası. Dövlət qulluqçularına sahibkarlıqla məşğul olmaq qanunla qadağandır. Nüfuz alveri. Heç bir şəxs vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək üçün ona vəd və ya üstünlük verə bilməz. Məsuliyyət. Korrupsiya hüquq pozmasına görə həm intizam, həm inzibati, həm də cinayət məsuliyyəti mövcuddur. Təşviqat qadağası. Vəzifəli şəxs qulluq etdiyi orqanın vəsaitlərini seçki kampaniyası üçün istifadə edə bilməz. Bildiriş öhdəliyi. Korrupsiya təklifi alan vəzifəli şəxs dərhal bu barədə rəhbərliyinə məlumat verməlidir. Final. Bu 10 qaydanı yadda saxla ki, həm imtahanda, həm də həyatda xəbərin olsun. Kanala abunə olmağı və videonu bəyənməyi unutma.